Allahım, bu bərəkətli vaxtda əl açıb sənə yalvarırıq. Dünya və axirət işlərimizdə bizə yardım et. Bizləri şeytanın hiləsindən və nəfsimizin şərrindən qoru. Fitnəkar insanları bizdən uzaq et. Allahım, ailəmizə saadət və hüzur bəxş et. Sevdiklərimizi, doğmalarımızı öz pənahında saxla. Qərib ellərdə, hərbi xidmətdə və həbisdə olanları öz evinə və ailəsinə qovuşdur. Amin. Ey Rəbbimiz, öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə. Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan. Ey Rəbbimiz, biz iman gətirdik, bizi haqqa şahid olanlarla bir yerə yaz. Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq. Ey Rəbbimiz, bizi zalımlarla bir etmə.